nümayəndələri atılmış ən uğurlu addımlardan biri kimi özünü təsdiq etmişdir. Vətəndaş məmnunluğunun artırması və regional inkişaf layihələrinin daha səmərəli həyata keçirilməsi bariz nümunəsidir. Vətəndaş mövqeyində Rayət İmam Əliyev. Yadınızdadırmı? Ziyafət Əsgərov bir dəfə demişdi ki, dünya ölkələri gəlib Azərbaycandan seçki praktikasını öyrənirlər. Tamamilə haqlıdır. Bizim seçki praktikasını dünya ölkələrinin seçki rəhbərləri gəlib istəsələr belə öyrənə bilməzlər. Çünki bizim seçki qutularımız tilsimlidir, sehirlidir. Dünyada bizim seçki qutularının tayı bərabəri yoxdur. O qutuları düzəldənlər də seçki sehirbazlarıdır. Sübut göz qabağındadır. Necə ki bu üzündən oxuya bilməyən hıqqanan xanım deputat o seçki qutularından qalib çıxıb. Necə ki suyun ölçü vahidi vedrədir deyən Siyavuş müəllim, uşaq pulu kişiləri tənbəlləşdirər deyən Günay Ağamalı, dilimizi bilməyib iddia ilə ideya sözünü qarışdıran Mixail Zabelin, arvad sözü yığışdırılsın deyən Bəhruz Məhərrəmov, çıxış mövzusu yalnız kəlmələrindən ibarət mərhum Xan Hüseyn Kazımlı, göyərçin yemləyən cərmələnməlidir deyən Sahib Aliyev, həmçinin bu üzündən oxuyan xanım deputat da hamısı o sehirli qutuların və seçki sehirbazlığının əyani sübutudur.